Mən istidə yatıram evimizdə. Ventilatorda yandırmıram. Buzlu sular, hə, soyuq su içirdim uşaqlar. Kola, mola, bu suları yığışdır. Uşaqlar. Həkim zəhvırda dedi ki, eləyəcəm ki, eləyərsən. Şişir üstü gördün o günə də şişdi. Zəng girəmişdi. Qapaq qoyduğum diş, o sistə getdim, kökünü saldırdıq, dedi bu kista var dişində. Həkim dedi ki, sağlam dişdir, mən müalicə eləyəcəm. İndi deyib, çıxıb üstü çirk eləyib. Dedim, bu belimin əməliyyatım onu qutarım, gedim şeyləsin də. Dedi ki, çəkəcəm yoxsa? Çəkdirərdim o dişi. Dedi ki, çəkəcəm yoxsa? Yox, dedim, müalicə elə. Onu müalicə eləyəcəm, bir də olacaq denən. Nağar uşaqlar da ağzım şişib deyib, burada deyil şişib. Nəzir, Nəman yazıb ki, Nəzir dedim. Çox sağ ol, Ləman. Çalış arıqla. Hə, çəkmədi həkim. Kəşk o dişimi çəkərdi. Getdik rengində verdik, kista çıxdı. İndi də deyib, qapaq qoyub şişib yenə, çirk eləyib. Babuş, səni sevənlər Mingəçövrdə gördüm. Bərçöndər onu. Uşaqlar Mingəçövrdə gördüm. Məni istəyən nə qədər xanımlar. Məftam, hamının əli belə idi. Eldəniz biz düşməyək. Ay Allah, gəl başımı sığalayırlar. Babuş, göz gəldi, gözəl gəldin, göz yıxdı səni, nəfis yıxdı dedi. Yeməyə qoydun, ördəyə belə. Nə qədər çox istəyir, kişilər belələr. Sağ olsunlar. Bərdədə də var, amma Mingəçevrdəki qədər deyil. Kimsə mənə bir manat atdı, Allah başımdan döysün, ürəyim. Cəmaat bunu. Mənim uşaqlıqdan uşaqlar qrijam olub, əməliyyat olmuşam. Belində olmayıb, qrijam ağrıyırdı. Hə, qrijam ağrıyırdı, onda əməliyyat eləyiblər məni. Mingəçevirdə oluram, valla neçə saatı canındayım. Çox sağ olun. Allah sizdən razı olsun. Yo, Mingəçevirdə çox. Bərdədə elə yox. Effeksiz deyəndə ki, 4-6 gündür zarıyıram, üzüm tüylü, qızarıb yanaqlarım, da nə oxşayacam? İynə vurduz yox. Məftun Hacı, Max necədir, yaxşı salam dursa. Bu gün Max'a yemək verim. Yeməyə soydu. Mən də burada canlıda baxıram, danışıram. Məftun da çox kömək oldu. Sonra uşaqlar, Vəfa da çox kömək. Vəfa hələ mənim yanında qaldı. Altıma vedrə gətirirdi, dura bilmirdim. Ta görsən, çox şey danışmıram. Deyib, ayaqda Məftun gətirdi vedrəni. Vəfa altıma vedrə getdi. Başa düşdünüz, dura gedə bilmirəm. Vəfa da Eldənizdə, mən susuz saat 4-də 5-ə kimi qaldılar orada, aç susuz. Tezdənə saat 8-də maşından burada çıxmışıq. Eldənizdə, Vəfada, aç susuz. Sağ olsunlar bənə, mən itirərəm onları. Heç vaxt. Tima da gəldi, ziyarət elədi, uşaqlar. Məni qoydu, taksiyə getdi. Skorda gedəndə başımı sığallayırdı. Sağ olsunlar, hamısı yanımdadılar, arxa dostlarım, TikTok dostlarım. İndi Saadət yazıb, hamısı yazıb nə istəyirsən, bəzilər indi çoxsuların adını çəkmirəm, yayıncı dostlar yazıb, hamısı yazıb, halımı soruşurlar. Hamısı yazırlar WhatsApp-ıma. Maşına şofer tutduq. Allah'ımsın. Hə, telefon evdə yığıb soruşmuşdu halımı. Yo, Velizar yazmayıb, Katya yazmışdım ha. Katya yazıb ki, Allah şəfa versin, WhatsApp-da yazdım ha. Yazdım, çox sağ ol. Dünyada hamısı ad çəkmirəm də uşaqlar çoxunuz, amma yayıncı dostlarım deyirəm. Yox, onlar educez, yox, onlar yazmıyıblar. Avangard pərdə də yazdı. Yığdım ki, nəyə ehtiyacın olsa dedim, çox sağ ol. Ləman yazır ki, Vəfa çox mərddir. Mən onu dəhşət çox istədim.
Bakalım yani. O birisi də, o biri qonşunda çox gözəl. İndi sən onu görməzsən, o birisi qonşunda çox gözəldir. O ad çəkilməyini istəmir. Ondan da Allah razı olsun. Bedni, yox yazmadı. Çəkmirəm Bedninin adını. Nəsirov da yığdı. Hə, yığmışdılar uşaqlar. Mən yalan danışası deyiləm. TikTok dostlarımdan ən çox Ləmandan Sako yığanda, yəni TikTok dostlarımdan, yəni onlar dəqiqə başıdılar. Yığıb halımı soruşurlar ki, bizdə qalır. Arzumun da sevindiğini, çıxmağına çox sevindim. Düzdür, WhatsApp'da halıma görə yazmamışam. Ki həmişə evində işində, buradan indi yəqin dediyim, sevindim. O, Lili gəldi yanıma ki. Padurqasına yazdım. Almaniyada yaşayan padurqası var. Yazdım ki, sevindim. O da məni yığdı, halımı soruşdu. Gülsün də yazıb. Sevgi yollar, onlarla mənim elə münasibətlərim yoxdur uşaqlar. Mənim ən TikTokerlərdə yaxın Ləmandır, Sakodur. Onlarla görsən, mənim PK-larım onlarla çox vaxt olur. O birilərlə mənim münasibətim yoxdur. Yox, yazmayıb. Yox, yazmayıb o da. Sağ ol Lucy, çox sağ ol. Saadət yazıbdı. Yazıb nə istəyirsən, nəyə lazımdır. Yox, niyə yazmayıb? Niyə yoxdur dostlarım? Deyib, burada ya varımdır, soruşurlar halımı, hatırımı. Niyə yoxdur ki? Elə mənə yazdılar ki, bizdə qal. Halımı soruşdular, elə dostlarım da. Bəsdir. Alo. Salam. Belə adam, mən biraz yaxşılaşmışam. Deyərim ağırmağa başladı. Hə. Yox. Canlıdayım, Məftun canlısın. Hə. Amma səsini mikrofona qoymamışam. Aslında sen evinden takılar ama söyleme. Söyleme eğer kadınsan sen. Yo, ne olsun anladık. Yok, benim yanımda şeydi gelip kalacak. Ev tutacağım. Eldeniz emin. Sesi tanışma. Ev tutacağım. Ya çok sağ ol, öpürəm. Topur, sağ ol. Vəfanın qızı deyir. Gəl bizdə qala bilərsən, burada tez evlənib, ailə qurub. Deyir, mamamla gəl bizim evdə qala bilərsən. Dedim, yox. Bir şey yağını başım qoyub yatıb. Mənim qohumum yoxdur, izləyicilər. Mənim heç kimim yoxdur. İzləyicilərim var, bir də dostlarım var. Vəssalam. Xahiş elə mənim onların adını çəkməyim. Mən onları, onlar məni, mən də onları silmişik. Başa düşdün? Bir daha bu söhbət yəni bir araya gəlməyəcəklər. Yəni da onlar mənə nətərdi, mən də onları eyləyəm.
Ya. İstəmirəm mən qohumlarımı. Neyinirəm? Allah şükür özümü dolandırıram, saxlayıram özümü, ayağımın üstündə durmuşam. Neyinirəm? Lazımdır mı? Qohum. Qohumlansa mənim arvadım olsun, şu an yanında olsun, bəsimdir. Neyinirəm qohumu? Pişik ayağını qoyub, düz ayağımın böyründə uzanmış uşaqlar pişik. Lili, səni verirəm telefon edir, nəyə gedirsən də? Yaşa düşürsən, bir daha məni görməyəsən. Yo, verirəm uşaqlar, yo, itlərlə düz gəlmir. Yo, belə olanda batır, tək olanda batırı çıxır. Xoşbal ağacın hanı? Neyəsən ki, batırır? Yox, otağı silin, namaz qılanda gözümə əlini silməsi yapışdı məsələn. Pol ağacın deyir, oralarda hamamazda da bax, gör. Bir şey var. Aqui eu vou ali. Ay Məftun, izləyicim bir yazır ki, pişik düşdü, dedi pişiyi ayağının üstünə qoy, ağrını götürsün. Ama neyinlə, dedi. Şimdi gör, hə. Yerində deyirsən lazım. Yazıqlar ki, maksı ver, geçsin, saat düşmədi, yox. Məftun elə bir maks geçsə darıxaram. Allah haqqı. Yo, uşaqlar oynayır məndən maks. Pişiyima ad günümdə 2 aylıq telefon evi aldım. Dedi ad gündə neysə, mən də dedim ki, ağappaq olur, qəşəng tüylü pişik. Onu istəyirəm. O da aldı, indi uşaqlar çıxdı, yatağımı batırdı. Başa düşürsən? Sidiyindən də pisiyi gəlir uşaqlar. O da nə bilim, çıxır yataqlar, birdən otağımın qapısı yadımdan çıxır, açıq qalır. Bir də gələm ki, çıxır, işiyir, pastelin üstüne başa düşürsən, gedir matrasa çökür, iyi gəlir. Ona görə də Orxan dedi ki, mən qəşəng baxacam. Mən aparacağım dedi, mən göndərsən göndər. Həm də orada xoş deyir, ta özü almışdı, özünə də verirəm. Yazdılar ki, sağ möhkəm soyuq olur, qirijan ağrıyır, sinirə vurur. Keçib gedəcək, hə. Ponində çıxardacam həyətə, maks qoymurdu onda. İtləri saxla. 3 tane itim var ya az qapıda. Birini qonşuma vermişəm, anaratdı. O baxır. Erkəkdir deyə maks qoymur. Evdə hə, yo, deyə Vəfa yazıq. Deyinlə Məftun, Vəfa da 2-3 gündür ki, silir evi, Allah harda otururuq, baxırıq ki, üstümüz tük. Ay Allah, silir gəlir ki, poninin tükü, itin tükü evlə birdir, yenə tökülür. Ta tük təmizləməkdən bez, yo, uşaqlar, evi silir, 2 dəqiqədən sonra gəlirsiniz ki, ev batıb. Yəni tükü tökülür. Yo, otururuq stola, divana otururuq ki, dururuq ki, paltarımız hamısı pişiyin tükü. İstəmirəm uşaqlar. Qoy evim eşiyim ta təmiz qalsın. Yo, mümkün deyil, tökülür tükləri. Qırxırsan, başın qırmırlar, quyruğun qırmırlar, ayağın qırmırlar. Orasının tükü tökülür divanın üstünə. Paltarlarımızın hamısı tükdür. Eldəniz gəldi, oturdu, getdi deyir ki, 2 saatlı deyir tük təmizləyirəm. Şalvarım, boftam elədi deyir tükdür.
Pişiyimi telefon evinə sahiblik verəcəm, özü alıbdır, özü qəşəng baxacaq. İtlərimdir, qoy gömləğar, ümidi də tutursun həyətdə. İstidir ki, valla ev boyda qəşəng 2 yuvası var. Orada qalacaq. Bəs niyə alırdım? Xoşlayırdım, heyvan sevərəm. Amma tabi boyda yoxdur, cəmat bir dənə pişik alır, saxlayır. Məndə 3 dənə it, bir dənə pişik düz gəlmir. Bəli, Vəfanın 2 dənə qızı var. Bir qızı idmançıdır, bir qızı da evlənib ailə qurdu. Bakıda olur da. İndi oydu Zehran ki, dedi ki, mamamdan qal bizdə neçə gün. Mən də dedim, yo, Eldənizdə gəlməyəm, yanında qalacaq. O da baxacaq Vəfa ilə, dedi, hə, ev tutacam, dedim. Sən o Vəfanın haqqını deyə bilmərsən, bilirəm. Ma anadır, bacıdır. Eldənizdə, Məftunda, ma qardaşdılar hamısı. Tima da gəldi, sağ olsun da. Aramızda suyuqluq zad var idi. O da yığır, soruşur. Gəldi Panisada yanıma. Sağ olsunlar hamısı. Teşekkür. TikTok dostlarım yığır. Direktim partiya izləyicilərim, xanımlar. Heç birini itirmərəm. Hamısı işini gücünü atıb, ancaq baboş nətər oldun, baboş sağaldın mı, ağrın var mı? Hamısı soruşurlar. Yox, Semra hələ. Yoxdur nəvəz. Yazı ki, Bakıya da getmə, istizahlı 3 günə keçəcək. Beyimin də əməliyyatı ol, axı canım qutarsın. Yenə deyir, sonra olacaq. İndi ağrı var, acıda da bəyək kimi belə cup buldamır. Sağ ol, Lalə xanım. Əməliyyat eləmək bu istidə. Yağış yağır, burada sənin üçün doyurum. Öpürəm izləyicilər. Allah sizin kimi izləyiciləri mənə çox görməsin, mənim başım üstündə nə eksik eləməsin. Yaxşı ki var, sizin xoş sözləriniz, sizin dualarınız da məni sağaldır. Vallahi heç nə istəmirəm mən, bir dənə sağalmaq istəyirəm. Mənim maldım, mülkdür, paradır, pulda elə gözüm yoxdur. Deyə bax, mənə WhatsApp-ma yazılır ki, kartın adını demirəm, deyirəm, yox. Mən xoşbəxt olmaq istəyirəm. Azdan çoxdan TikTokda PKM-li pulumu qazandım. Özünüz də görürsünüz ki, izləyicilər, heç kimə möhtaç deyiləm. Dayanı, qazım ödürəm, yeməyimi alıram, işməyimi eləyirəm. Bu TikTokdan qazandığım pullarla. İndi də izləyicilər sevib atırlar hədiyə. Vallahi Allah'ın dost, özümün yani hiçbir qohuma möhtaç deyiləm. Nə bir əmini yığmıram, dayını yığmıram ki. Burada mənim iş yerimdir. Nahar mən də poçta işləyirdim, çıxartdı. İndi bu TikToker oldum. PKM-li pulumu qazandım. Azdan çoxdan olur, şükür edirəm. Yəni özümə baxıram. Kiməsə demirəm ki, mənə pul at. İstələ, yaxşı izləyicilər edirəm. Əməliyyatı neysə lazım olsa dımda deyil. Yox, sağ olun valla. Mənə dua eləyin, heç istəmirəm sizdən. Duanızı eləyin. Sizin duanız mənim üçün önəmlidir. Dua eləyin, keçib gedəcək. Mən varımdır. Əməliyyatımı dolaşam. Evimi də tutacam. Varımdır. Çox sağ olun. Ailəmi, mənim ailəmdə özünlərim Allah'a şükür. Ailəm yoxdur, mənim ailəm deyib bunlardır, yanımdakilar. Bir də izləyicilərim. Arıqla keçəcək. Arıqlasam təziyim də gedər, sağlam olarım. Mənim ailəm yoxdur. İstəmirəm. Allah aşkına itlərimi də qəşəng saxlayıram. Pişiyimi də qəşəng saxlayıram. Kilosu 15 manatlıq, 17 manatlıq proplan yemalı verirəm pişiyə. Maksa da qəşəng ciyər alıram. Dümbəyi alıram. Qaynadıram, verirəm. Suyu da qabağında. İndi bağlıdır. Vəfa qorxur. O biri qonşular gəlir, qorxur. Düzdür, tutmur.
O elədir ki, məni kimsə vursa tutar. Vahiməsindən qorxurlar deyim, bağlayıram it uşaqlar. 3 gündür ki, 2 gündür ki, bağlayıram. Axşam itin qapısı dolaşdı gecə. Vəfa qorxa-qorxa çombağı aldı əlinə, polaq taxtasın. O getdi zincirdən onun boğazından açdı, gəldi, hoppandı. Vəfa çox həyəcanlandı. Deyir, özümdən asılı deyir, üstümə gəlir, yekə itdir. Məni boydadır deyir. Vahiməsi məni basır. Axşam sən Vəfa nə görə düşdü? İt dolaşdı zincirdə. Belə dolaşdı, bizə belə qaldı. Durdu, getdi, açdı, gəldi Vəfanın üstünə. Oynayır da, Vəfanı tutmur ha. Deyir, qorxuram, düz mü? Mən də qorxurdum da, sizə gəldi. Vahiməsi deyir, məni basır. Alo. Yaxşı. Yaxşı. Gəlmir, deyil çatırıq. Dostlar, mən yayını bağlayıram. Açacaq, uşaqlar. Açacağım, yaxşı. Ziyarətə gələn var. Ziyarətə gələn var. Ona görə bağlayıram, canlıda olmasın. Açacağım, babaşdan xəbəriniz olacaq. Məni takip eləməyi unutmayın. Çox sağ olun izləyicilərim. Sizi öpürəm, bağrıma basıram. Allah mənim gözəl izləyicilərimi qorusun. Mənim üçün də dua eləyin, nə olar. Hər biriniz öz duanızı əsirgəməyin. Allah'a əmanət olun. Allahın nəzəri üstünüzdə olsun inşallah. Öpürəm sizi.